Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli Müslümanlar, değerli mümin kardeşlerimiz, mümine bacılarımız, bugünkü cümle hutbemizin mevzusu insani münasibetler hakkında olacaktır. Uca Rabbimiz bizi hilqetin en üstün varlığı olarak yaratıktır. Kainatta ne yarattısa bize hizmet etmek için yarattı. Bizi de özüne hizmet etmek için yarattı. Ve Uca Rabbimize edilen hizmetlerin yolu ise insanların birbirine ettiği hizmetlere bağlandı. İnsanların birbirine olan münasibetlerine bağlandı. İnsanların birbirine olan sevgisine bağlandı. İnsanların birbirine olan mehabbetine, merhametine bağlandı. Allah Resulü sallallahu aleyhi ve sellem bir hadis-i şerifinde buyurur ki, birbirinizi sevmedikse iman etmiş olmazsınız. İman etmedikçe cennete girmezsiniz. Ne garibedir. Kainatta ne yaradır? İnsan için yaradır. İnsanı özüne hizmet etmek için yaradır. Özüne edilen hizmeti ise insanlığa edilen hizmete bağlayır. İnsanlığa olan sevgiye, merhamete, şefkate, kardeşliğe, dostluğa bağlayır. Ve Allah Resulü buyurur ki, birbirinizi sevmedikçe iman etmiş olmazsınız. İman etmedikçe cennete girmezsiniz. Yani burada hakiki imandan söhbət gedir. İman nurunun, iman edenlerin, Allah'a inananların, Resul'a inananların kalbine dolmağından söhbət gedir ki, yani birbirinizi sevmeseniz, o hakiki iman ki var, iman nuru ki var, o hakiki iman nurundan məhrum olarsınız. Ve hakiki iman nuruna sahip olmasanız, cennet nimetinden, cennete girmekten məhrum olarsınız. Demək, hakiki iman nimeti, hakiki iman nuru elə dünyada ikən də bizim cənnəti yaşamağımıza bir vəsilədir. Bugün ister öz cəmiyyətimizə baxaq, ister müminlərə baxaq, ister ümumilikdə müsəlmanlara baxaq, ister dünyanın dört bir tərəfində yaşayan insanlara baxaq ki, herkes şikayetçidir. Neden şikayetçidir? İnsani münasibetlerden şikayetçidir. Müdür işçisinden şikayetçidir. İşçi rehberinden şikayetçidir. Komşu komşudan şikayetçidir. Ata evlatlarından şikayetçidir. Evlatlar valideynlerinden şikayetçidir. Kardeş bacıdan, bacı kardeşten, dost dosttan. Yani bu meselelerin mövzuları daha genişlendirip daha geniş şəkildə sadalamaq olar. Bəs bu qədər şikayetin kökündə nə dayanır? Herkes şikayetçidir. Bəs şikayet olunan kimdir? Biz her birimiz oturduğumuz yerden özümüzü o şikayetin içerisinden çıkmak şartıyla bütün insanlığı şikayet edirik. Ve siz de oturduğunuz yerden her biriniz özünüzü çıkmak şartıyla bütün insanlardan şikayetçi olmuş olursunuz. Bəs bu xəstəliyin, bu dərdin dərmanı nedir? Biraz keçmişe bakanda görürük ki, böyüklərimiz buyurardı, bir qəhvənin 40 il hatirəsi olardı. Neydi bu atalar sözünün bize verdiği mesaj? Hardasa yolları kesişip bir qəhvə içiblər, bir söhbət ediblər, dərdləşiblər. O qəhvənin xatirəsi onlarda 40 il qalıb, bir dostluğa çevrilib, bir qardaşlığa çevrilib,
Biri üçün, bəzən o qəhvənin ətri üçün, bəzən o oturulan yer üçün darıxıblar, həsrət çəkiblər. Bəzən də görürük ki, biraz əvvəlki illərə gedəndə yaşlı nəsil 50 il bundan öncəki əskər yoldaşını unutmur, tələbə yoldaşını unutmur, onların dostluğu davamlı şəkildə davam edir. Amma əfsuslar olsun ki, yaşadığımız dövrdə dostluqların müddəti çox uzun ömürlü olmur. Qardaşlıqların münasibəti, müddəti çox uzun ömürlü olmur. Səbəb, Uca Rəbbimiz Quran-ı Kərimdə bir ayədə belə buyurur. Bismillahirrahmanirrahim. اَلَّذ۪ينَ يَنْقُضُونَ اَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ اَنْ يُؤْصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ اُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. O kəslər ki, Allah'la əhd bağladıktan sonra onu pozur. Allah'ın birleştirmesini buyurduğu şeyleri parçalayır ve yeryüzünde fitne, fesat törədirlər. Məhz belələri ziyana uğrayanlardır. Ne buyurdu Rabbimiz? O kəslər ki, Allah'la əhd bağlayarlar. Neyin əhdini bağladık? Biz Allah'a imanın əhdini bağladık. Biz Resul'a imanın əhdini bağladık. Allah'tan başka Allah yoktur ve Hazreti Muhammed Mustafa sallallahu aleyhi ve alihi ve sellem onun kulu ve Resuludur dedik. Bundan sonra ne oldu? Eğer sadece dilde deyip Müslüman olduksa, Kur'an-ı Kerim'in diğer ayesinde buyurulduğu gibi iman nuru bizim kalbimize oturmadısa, zulmet gecelerimiz, zulmet yollarımız, zulmet düşüncelerimiz o nurla aydınlanmadısa, o zaman Allah'la əhdimizi pozarız. Allah'la əhdimizi pozduğumuz zaman ise Allah'ın birleştirmesini emrettiği şeyleri kırıp dağıdar, parçalayarız. Ve Uca Rabbimiz de buyurar ki, onlar əsl həqiqi hüsrana, ziyana uğrayanlardır. Ve elə şikayet de belki buradan başlayar. Herkes Allah'ın o kırılmaz ipine möhkəm yapışsa, başka bir ayede buyurulduğu gibi bütün müminler kardeştir. Birbirinizin arasını ıslah edin, düzeldin. Başka bir ayette el fitnetu eşeddu minel katil. Çok eşidirik bu ayeni. Ama nedense tüşlerimiz ürpermir. Nedense bu ayet kalbimizi, ruhumuzu titretmir. Nedir fitne salmak? Bir dile sahip olmamak. Ve dile sahip olmadığın zaman Uca Rabbimiz buyurur ki el fitnetu eşeddu minel katil. Fitne salmak, qətl eləməkdən, insan öldürməkdən ağır bir günahtır. Çünkü o fitne bir cemiyeti pozar. O fitne aile bağlarını dağıdar. O fitne dostluq bağlarını kırar. O fitne bir cemiyeti fesada sürükləyər. Ata eve yorgun gelir, oğul atadan onu şehri gezmeye aparmasını istəyir. Ata da yorgundu, bir təhər evladını başından uzaklaştırmak için dünya xəritəsini bir neçə yerə cırar, sonra evladına verer ki, apar bu dünya xəritəsini birleştir, sonra mən səni gezmeye aparım. Kısa bir müddette evlat həmin xəritəni düzəldib atanın karşısına koyar. Ata təəccüb içerisinde evladından soruşar. Evladım, bu tez bir zamanda bunu necə oldu düzəltdin? Deyər ki, ata, o xəritənin arkasında insan şəkili var idi.
Evvelce o insanı düzeltmekten başladım. O insanı düzelttim, əks tərəfini çevirdiğim zaman gördüm ki dünya düzelir. Əslində insan düzələrsə o insan kimdir? O insan, işi birinci özümə çəkim, o insan mənəm. O insan sizsiniz, o insan bizik, o insan qınaq postunda dayanıp bütün insanlığı qınayan insanlardır ki, özümüzü düzeltmeye başlasak, Allah'ın Kur'an-ı Kerim'de 6236 ayede bizden ne isteyir? Bizden öncekilerin hadisesini, kisselerini bize bahsedir. Bazen tekrar bahsedir. Bazen düşünmeye davet edir. Bazen tefekkür etmeye davet edir. Bunları ettiğimiz zaman o ipten mühkem yapışarıksa, Allah Resulü sallallahu aleyhi ve sellemin sünnetine mühkem yapışarıksa, Ehl-i Beyt imamlarının hayatını özümüze örnek tutarıksa, bu zaman bakarıq ki, düzelmez dediğimiz birçok meseleler həllini tapıbdır. En azı öz məhəlləmizdə tapıb, en azı öz ailemizde tapıb, en azı öz cemiyetimizde tapıb. Azı bu qədərdir, çoxu ise bir Müslüman, bir mümin dünyanı aydınlatacak kadar güce sahiptir. Allah Resulü sallallahu aleyhi ve sellem bir hadis-i şerifinde buyurur ki, ey insanlar dikkat edin, Ərəbin Əcəmdən, Əcəmin Ərəbdən, ağ dərlinin qara dərlidən, qara dərlinin ağ dərlidən, təqvanın haricində heç bir üstünlüğü yoktur. Burada təqva hususu olarak vurgulandı. Bunun haricinde hiçbir insanın ne milliyet olarak, ne esil nesep olarak, ne tayfa olarak, ne var devlet olarak, ne vazife olarak, ne millet olarak, ne kavm olarak hiçbirinin üstünde bir üstünlüğü yoktur. Ama təqvanın haricinde. Ne için? Çünkü Uca Rabbimiz de Kur'an-ı Kerim'de ayette buyurur ki, sizin Allah yanında en üstün olanınız təqvası çok olanlardır, təqvası üstün olanlardır. Təqvası üstündürsə, o Allah katında hürmetlidir, Allah katında üstündür. Ve təqvası çok olan insanların halı necə olar? Hazreti Ali Aleyhisselam buyurur ki, insanın təqvası çoxaldıkça, təqvası arttıkça dili tutular. Hədisi anlamakta biraz insan əziyyət çəkir. Bəzən görürük ki, bir-iki kitap okuyan müminlerimiz artık bir alimə çevrilir. Nəsihət vermeye başlayır. Ama Hazreti Ali Aleyhisselam buyurur ki, insanın təqvası çoxaldıkça, təqvası arttıkça, Allah'tan qorxmağa başladıkça, Allah'ı həqiqətən də ruhunda, qəlbində duymağa başladıkça ki, Allah insana şah damarından yaxındır, dili tutulmağa başlayar. Ve həqiqi təqvalıların Nəhcül Bəlağədə Həmmam xütbəsində xüsusiyyətləri sadalanır ki, həqiqi təqvalıları Həzrət Əli Aleyhisselam sadalayanda Həmmam fəryad edir, özündən gedir. Əli Aleyhisselamdan istədi ki, həqiqi təqvalılardan bəhs etsin. Elə ki, söz bir yerə gəldi, çatdı, Həmmam fəryad elədi, özündən getdi, dünyadan köçdü. Əli Aleyhisselam da buyurdu ki, vallahi elə bundan qorxurdum, onun üçün Həmmama mən həqiqi təqvalılardan bəhs etmək istəmirdim. Elə ki, təqva getdi, insan artıq Allah'tan qorxmamağa başladı. O təqva ki, bizim qəlbimizdə kök və yer salmadı, zahirən Allah'tan qorxurmuş kimi görsənməyə başladı. O zaman artıq insani münasibətlərimiz körlanmağa başladı. Ne oldu? Sevginin yerini sevgisizliği aldı. Onun yerine ne doldu? Kin doldu, nifret doldu. Evvelde bir hadis dedik. Ne edək ki, belədir, Allah belə istəyir, Allah'ın Resulü belə istəyir ki, həqiqi imana sahip olmaq istəyirsənsə birbirinizi sevməlisiniz. Ve o sevgi yoktursa, o sevginin kökü ki təqvaya bağlıydı, təqvanı itiribsənsə, sevgini də itirəsən, sevginin yerini sevgisizlik aldı. Merhametin yerini
menfaət aldı. Yaranışı xoş görəsən, yaradandan ötəri Allah üçün sevəsən, Allaha xatir sevəsən, qarşılıq gözləmədən sevəsən, Allaha xatir sevgini itirdin, mərhəməti itirdin, indi mənfəət gözləyirsən, mənfəəti itirməmək üçün sanki sevirmiş kimi görsənirsən. Mənfəəti itirməmək üçün sanki dostsanmış kimi görsənirsən. Mənfəəti itirməmək üçün sanki itaatkar kimi görsənirsən, amma qorxun mənfəəti itirməməkdir. Ölçünün yerini ölçüsüzlük aldı. Əslində uca Rəbbimiz Qur'an-ı Kərimdə hududullah deyir. Allahın hədləri, Allahın sərhədləri. Bir mümin, bir müsəlman istər insanlar içərisində olsun, istər təklikdə olsun, Allahı tanıyırsa, Allahı sevirsə, heç vaxt hüdudları aşmaz, heç vaxt sərhədləri aşmaz, heç vaxt insanların qəlbini qıracaq, incidəcək söz deməz, onlara toxunmaz, fitnə, fəsad törətməz. Nə üçün? Çünki o hüdudları bilir, Allahın sərhədlərini bilir, Allahın sərhədlərinin aşılmasının qeyrətullaha toxunmağını da bilir ki, bugün dünyada baş verən hadisələri görürsünüz. İstər fərd çərçivəsində olsun, istər dövlətlər çərçivəsində olsun ki, əgər bir insanlar, bir dövlətlər hədləri aşarsa, hüdudları aşarsa, mütləq mənada Allahın Qahhar isminə toxunar, Allahın qeyrətullahına toxunar və uca Rəbbimizin əmri, işi orada təcalla etməyə başlayar. Məsuliyyətin yerini məsuliyyətsizlik aldı. Əslində bir mümin, bir müsəlman Allah Rəsulunu sallallahu aleyhi və alihi və səlləmi özünə örnək götürürsə, onun həyatı bütövlükdə 63 illik ömrü məsuliyyət içərisində keçdi. Və o mübarək Rəsuldan sonra gələn Əhl-i Beyt imamları da belə oldu ki, onlara biz məsumlar deyirik. Heç birinin həyatında nöqsan və qüsura yoxdur. Və eyni zamanda səhabe-i kiramın həyatına baxdığımız zaman görürük Allah Rəsulu da onları göydəki ulduzlara bənzədir ki, yolunu itirənlər, azanlar ulduz misalı onlara yapışa bilərlər. Hər biri məsuliyyətlə yaşadı və bu məsuliyyətin nəticəsi idi ki, Allah Rəsulunun 120 min səhabəsindən 10 mininin məzarı Bəqi məzarlığında, Mədinədə, 10 mininin məzarı Cənnətül Məallada, Məkkədə, 100 min səhabə isə konfort şəraitdə yaşamaq haqları, hüquqları olduğu zaman ki, artıq İslamın fətihlər dövrüdür, baş alıb getdilər dünyanın bütün dörd bir tərəfində İslamı təbliğ etmək üçün, İslami dəyərləri yaymaq üçün. Tanımanın yerini tanımamazlıq aldı. Artıq biz əvvəldə də dedik ki, dostluqda, qardaşlıqda tərəflərin bir-birini tanımasına ehtiyac var. İnsanların öz haqq və hüquqlarını tanımasına ehtiyac var. Və bu tanımanın ən kökündə dayanan isə hər bir insanın mərifətullahı, Allahı tanımasına ehtiyac var ki, insan Allahı tanıyarsa, ölçüləri bilərsə, Allahdan qorxarsa, bu tanıma nəticəsində bir-birlərinin haqlarına, hüquqlarına riayət etmiş olarlar ki, Allah Rəsulunun həyatında, Əhl-i Beytin həyatında, səhabənin həyatında qonşu haqlarına, qul haqlarına, insan haqlarına, dost haqlarına nə qədər riayət etməklərinin şahidi olduq. Mövzu genişdir, amma zamanımız azdır. Uca Rəbbimiz bizə bir ömür veribdir. Bizdən öncəki yaşayan kişilərin həyatına baxdığımız zaman görürük ki, həqiqi kişilər tarixdən silinmədilər, unudulmadılar və elə bir iz qoydular, elə bir tarix yazdılar ki, bugün biz o tarixləri, o kişilərin həyatlarını oxuyaraq həqiqi insan, həqiqi mömin, həqiqi insani dəyərləri, insani ölçüləri bərpa etməyə çalışırıq. Və biz də necə yaşayacaqsa, bu ömrü, Allahın verdiyi ömrü ki, bizdən sonra gələn insanlar da ya tarixin qaranlıq səhifələrində adımız itib gedəcək, yaxud da bizləri özlərinə örnək və nümunə götürmüş olacaqlar ki, Uca Rəbbimiz bizi örnək və nümunə olan insanlardan etsinlər. Cümləniz mübarək olsun.